üç əzəmətli şəxsin, yəni İmam Hüseyn əleyhissalamın, Həzrəti Əbəlfəz ağanın və İmam Səccad əleyhissalamın mövlud günüdür. İstərdi ilk öncə İmam Hüseyn əleyhissalamın haqqında sual verək sizə hacı. Təbii ki, bütün müsbət xüsusiyyətlər, kamal xüsusiyyətlər İmam Hüseyn əleyhissalamda cəm olmuşdur. Amma istərdi ki, İmam Hüseyn dedikdə ilk olaraq ağanın hansı xüsusiyyəti gəlir zehninizə? Bax, o xüsusiyyətlər haqqında bizə məlumat verərdiniz və bizi izləyənləri də o gözəl pak nəfəsinizlə maarifləndirərdiniz. Təşəkkür edirəm, minnətdaram. Salamlayıram dəyərli izləyicilərimizi və əziz Əhl-i Beyt şairimiz, məddahlarımız. Allah sizləri qorusun, hifz eləsin. Və Həzrət İmam Hüseyn ağa haqqında verdiniz. Sual, yəni o şəxsiyyət kimdir? Hansı fəzilətləri, xüsusiyyətləri zehninizdə canlanır? Bizdən də biraz öncə Hacı Elşən əzizimiz, Əhl-i Beyt şairimiz İmam Hüseyn kimdir? Beytlər söyləyir. Orada bir cümlədə işlətdi ki, Hüseyn pünhandır. Yəni nə qədər danışsaq onun haqqında yenə pünhandır. Çünki tükənməz sanki bir dəryadır. Allaha, tohidə vəsl olduğuna görə bu imtiyazı var İmam Hüseyn ağanın. Kamil insanların xüsusiyyəti belədir. Amma İmam Hüseyn kimdir? Nə qədər danışsaq az danışacaq, bu həqiqətdir. Mənim yadıma bir ayə düşür, Quran-ı Kərimdə bir ayə var. Allah deyir, ləhum ma yəşəuna fiha, cənnətdə nə istəyirsiniz var. Sonra deyir, lədəyna məzid. İstədiklərimizdən əlavə bəzi şeylər də var. Heç onları arzu etməmişsiniz və bilmirsiniz nədir. Çünki adam bir şey istəyəndə birinci arzu eləməlidir axı. Arzuda etdiyin bir şey haqqında bir məlumatın olmalıdır axı. Mənim məlumatım yoxdursa necə arzum formalaşa bilər ki? Necə istəyə bilərəm ki? Ona görə deyir ki, ləhum ma yəşəuna fiha. Orada nə istəyirsiniz verəcəyik, amma lədəyna məzid. Bəzi şeylər var ki, siz bilmirsiniz. Biz orada verəcəyik sizə. Həzrət İmam Hüseyn haqqında da mən bunu deyərdim ki, biz nə qədər danışaq ki, qiyamətdə Hüseyn əleyhissalam haqqında Allah sanki bəzi şeyləri bizə izah verəcək. Çünki qiyamətdə həm də kamil insanların tanındığı gündür. O gün elə bir gündür ki, Quranda bir ayə var ki, bəzi insanlar ki var, onları Allah ucaldacaq, bəzi insanlara hafizə, düşürtçə aşağıya. Əslində, düşürtçədən də məqsəd, ucaltmaqda da məqsəd, yəni onların ucalıqlarını göstərəcək bizə. Yəni, ora belə bir aləmdir. Və biz orada müəyyən qədər, yenə də tam bizə aid deyil, biz onu tam tanıya bilməyəcəyik. Amma müəyyən qədər orada gözümüzdən pərdələr çəkildikcə, orada kamil insanları, onlardan da bir İmam Hüseyn ağadır, müəyyən qədər tanımış olacaq. Bəli, belə deyirlər ki, cənnətdə əməli təkamül yoxdur. Nəsə bir əməl eləyək, ucalaq, amma elmi təkamül var. İnsan hər gün yeni bir mərifət əldə eləyəcək, hər gün yeni bir tanışlıq və s. və s. Onlardan da biri biz insanlar, o kamil insanları tanımış olacaq. Amma İmam Hüseyn kimdir? Gözəl xüsusiyyətlər harada varsa, harada bir gözəlliyi varsa, fəzilət varsa, onu İmam Hüseyndə görmək olar. Aşurada gözəllikləri hamısını yığmış sanki bir yerə. Aşura o gözəlliklərin, fəzilətlərin yığışdığı bir məkandır. Yəni, İmam Hüseyn ağa orada təkcə şücaəti görünmürdü. Allahla münacatı, şücaəti, mehr, məhəbbəti, qəzəbi, Allaha görə sözləri falan hamısını bir yerə yığanda görsən ki, fəzilətlər sanki toparlanıb Kərbəla çölünə, eyni zamanda da rəzilətlər də o tərəfə. Fəzilətlərlə rəzilətlər toqquşub. Və İmam Hüseyn ağa haqqında mən bu kəlamı istərdim deyim. Bu kəlam məni düşündürdü. Allahın Peyğəmbəri buyurur ki, məndən iki şey irs keçib Hüseynə. Əslində burada ikisini toxunur da, amma çox şeylər. Deyir, cudi və şücaəti, səxavətin və şücaətin. İrs keçdi Hüseynə. Mən bu irs kəlməsini düşünürdüm və araşdırırdım ki, irs, niyə məhz irs kəlməsi çıxdı? Sonra başladım irs, varis, miras, bunları araşdırmağa. İrsdə axı bir varis var, bir miras var, nə ki qalır.
Bir də bir kəlmə var, o bizim leksikonda yoxdur, amma ərəb mənşəli kəlmədir. Müvərris. Nə deməkdir bu? Baxın, ata dünyasını dəyişir, övladı varisdir. İrs qoyur gedir. Bir miras qoyur gedir. Maddi bir miras. Pul qoyur gedir. Misal üçün. İndi irsin fiqdə qaydaları var. O oğula deyirlər varis. Nə ki qoyub gedir, ona deyirlər irs, miras. Ataya deyirlər müvərris. Müvərris. Yaxşı. Maddi mövzularda qayda belədir. Müvərris ölür, varisə irs çatır. Amma belə buyururlar. Deyirlər, mənəvi mövzuda biraz fərqlidir. Müvərris sağdır, diridir bu mənada. Bizim o, belə deyək də, Peyğəmbər həmişə olsa diridir. Varis ölməlidir deyirlər, nə mənada? Bu mövzu dərin bir mövzudur. Çünki mən mövzunu biraz genişləndirirəm. Çünki hədisdə var, bunu açmaq üçün bu mövzunu, bu hədisə deməliyəm ki, Əl-uləma vərəsətul ənbiya. Alimlər Peyğəmbərlərin varisidir. Deməli, iş götürüb də olardı. Deyirlər, burada mövzu fərqlənir. Nə mənada? Burada varis özü ölməlidir. Varis ölməlidir ki, müvərrisdən ona bir irs geçsin. Hansı ölümdür o ölüm? Mutu qəblən təmutu. Ölməmişdə qabaq ölüm. O nə ölümdür? O nəfsaniyyətin mənəmçilik, mənfi mənada olan mənəmçilik, səthi istəklər, nəfsin ölümüdür. O ölməsə, Peyğəmbərdən bizə hikmət gəlib çatmaz. Peyğəmbərdən o mənəvi irslər gəlib bizə çatmaz. O ölməlidir ki, bu irs gəlsin çatsın. Bu bir dənə ümumi bir qaydadır. O nəfsaniyyət olan yerdə Peyğəmbərdən bizə irs gəlib çata bilməz. Peyğəmbər də buyurur orada ki, məndən irs gəldi kimə? Hüseyn əleyhissalama. Şücaətim və səxavətim. Yəni, Hüseyn əleyhissalam kimdir? Böyük bir şəxsiyyətdir. Nəfsi onun qarşısında ramdır bu öz yerində. Və şeytan ona vəsvəsə eləyə bilməz, hilə eləyə bilməz, məkr eləyə bilməz bu öz yerində. Çünki böyük bir şəxsiyyətdir. Və mən bu kəlməni araşdıranda ki, mutu ən qəblə ən təmutu, ölün ölməmişdən qabaq, bu mövzunu araşdıranda gördüm ki, buna deyirlər ənfusi kiçik qiyamət. Bunun adı kiçik qiyamətdir. İnsan ölməmişdən qabaq ölməyi, bunun adına deyirlər termin olaraq ənfusi kiçik qiyamət. Hədisin davamı da var, buyurur ki, hasibu ənfusakum qəblə ən tuhasabu. Özünüzü hesab kitab eləyin, hesab kitab olmamışdan qabaq. Zinu ənfusakum, çəkin özünüzü qəblə ən tuzanu. Mizanda çəkilməmişdən qabaq. Burada bir dənə qeyddə deyim mən sizə. Maraqlı məqam nədir? Demir əməllərinizi hesablayın, deyir özünüzü hesablayın. İnsan özünü hesablamalıdır, əməllərin yox. Biz bəzi vaxtlar əməllərimizi hesablayırıq, görürük, məsələn, namaz qıldıq, oruç tutduq, filan kəsə 5 manat yaxşılıq elədik. Bu əməllərin hesab kitabıdır. Hədis deyir, özünüzü hesablayın, özünüzü çəkin. Nə mənada? Axı sənə görə Allah nə qədər potensial verib, nə qədər istedad verib, nə qədər iş görmüsən. Özü bir dənə çək tərəzidə. Gör, nə qədər çoxaldın, nə qədər artdın ilahi yolda. Əməlləri yox, əməlləri çəksin, deyərsən, maşallah, çox iş görmüşəm. Amma özümü çəkəndə görürsən ki, bu qədər potensialdan az iş görmüşəm. Bu qədər istedaddan çox iş görməmişəm. Bu qədər imkanatımla o qədər də iş görməmişəm. Bu bir hədisin bir tərəfi. Amma mövzu budur. Buyurur ki, ənfusi kiçik qiyamət budur ki, insan ölməmişdən qabaq özü ölsün. Bu da nə məqamdır? İnsan bu mənada öləndə sanki o öləndə nələr baş verir, nələr görür, onu görməyə başlayır. Gözündən Allah pərdələri çəkir, bir ölmüş insan nələri görür. Bu da mövzudur da maraqlı. Onu da elə motu qəblə ən təmutu da insan görür. Görürəm ki, nələr var. Bunları Allah müşahidə elətdirir sənə, bizə. Amma ikinci nədir? İkinci qiyamət, mən qiyaməti məcbur oldum da açım ki, İmam Hüseyn ağanda elə bu mövzularda inşallah çalışaram bir sözüm. Bir qiyamət də var, buna deyirlər ambaan qiyamət. Ambaan qiyamət, o nə deməkdir? Hər an sanki qiyamətdir. Quranda bir ayı var, yuhyi və yumit. Hər an dirildir, hər an öldürür.
Biz hər an dirilirik. Hər anda ölürük. Keçmiş öldü, təzələr dirilir. Hər an yeni feyizdir. Hər saat yeni feyizdir. Hər an sanki yuhyi. Hər an qiyamətdir. An qiyamətdir. An. Və sizə bir dənə ayə deyəcəm maraqlı. Quranda bir ayə var. Deyir ki, əyyanə mursaha. Bu qiyamət nə vaxt? Mursası nə vaxtdır? Mursaha kəlməsi işlənib. Baxın, əyyanə mursaha kəlməsi Quranda başqa yerdə işlənib. Harada işlənib? Allah Teala buyurur ki, Bismillahi məcraha və mursaha. Nuhun gəmisi Bismillahla məcra elədi, hərəkət elədi. Bismillahla ləngər elədi. Mursa kəlməsi nədir? Dayandı. Hərəkəti də Bismillahlandır, ləngəri də Bismillahlandır. Deməli, mursaha kəlməsi həm o gəminin ləngəri haqqında işlənib, həm qiyamət haqqında işlənib. Əyyanə mursaha. Sanki Allah demək istəyir ki, bu qiyamət sanki başlayıb. Bu nə zaman ləngərləyəcək? Onun sualını verin. Hələ qiyamət var. Sadəcə bu nə zaman izazul zilətil ərdu zilzalaha olacaq? Mizan indi də var. Hesab kitab indi də var. Sorğu sual indi də var. Bunlar baş verib. Qiyamət nədir? Qiyamət bunun, bu batinin zuhura çıxmasıdır, görsənməsidir, görünməsidir. Cəhənnəm sanki deyir, indi də var. İnsan indi günah ilə cəhənnəmi içindədir. İnsan ibadət eləyənlərlə cənnəti içindədir. Məsumlardan birinin yanında oturmuşdu bir nəfər. Dedi, nə vaxt geriyə cənnətə? Dedi, cənnətdə səndə. Siz nə cənnət? Siz oturmuşsan yanımda da. Cənnət belə olacaq da. Cənnət nə axtarırsınız ki? Mən demirəm, orada bir cənnət olmayacaq. Başa düşürsünüz, yəni biraz mövzunu dərinləşdirək də. Yəni Allah deyir ki, əyyanə mürsaha, məndən sualı soruşursunuz ki, bu qiyamət nə zaman ləngərləyəcək, bu qiyamətin gəmisi? Nə zaman ləngərləyəcək? Yaxşı. Buna deyirlər amba-an qiyamət. 5 dənədir. Nəzəri irfanda qiyaməti 5 hissəyə bölürlər və siz mənə sual verdi, suallarla bu gəldi, çatdıq. Bura mən üçünü hələ deməmişəm. İnşallah bunları neynəyərəm, toxunaram ki, tamamilə İmam Hüseyin ağadan neynəməyim, uzaqlaşmasın mövzu. Amma mövzu deyərdim ki, həqiqətən maraqlıdır, qiyamətə baxışla bağlıdır. 5 dənə qiyamət deyirlər. Və İmam Peyğəmbər buyurur ki, məndən irs keçdi. Hüseynə nə? Şücaətim və səxavətim. Həzrət İmam Hüseyin ağa səxavətli idi də, şücaətli idi də. Və Hüseyin əleyhissalamın bir nəfər deyir, gəldi qapısını döydü. Gəldi qapısını döyəndə kömək istədi. Ağa dedi ki, kömək istəyirsənsə nə qədər istəyirsən yaz. Yazın, belə deyərsən xəcalət çəkərsən birdən, utanma. Yaz oran mənə. İmam Hüseyin ağa yazdı, verdi. İmam Hüseyin ağa götürdü, baxdı, gördü nə qədər yazdım. Ondan sonra İmam Hüseyin ağa ona bir miqdar pul da kömək elədi. Verəndə çox eləmişdi. Dedi, çox eləmirsən. Dedi, yox, eyb yoxdur. Halalın olsun. Götür və get. Və orada yola salmamış ona bir dənə söz dedi. Dedi, sənə gəl bir dənə cümlə deyim, nəsiyyət edeyim, getginə. Bu əslində nə deməkdir? Nəsiyyət. Baxın, bizim işimiz yalnız ac qarınları doyurmaq deyil. Biz maddi köməkliklər eləyəndə də qarşı tərəfin o ac qarnını doyurmaqdan da mühüm məsələ Allahı ona sevdirmək. Mühüm məsələ ona Allaha vəsləmək, tohidə vəsləmək. Orada da imam görsən, yalnız maddi yeməklə kifayətlənmədi, pulla kifayət. Gəl sənə bir nəsiyyətlər eləyim, elə bir kəlamlar deyim ki, o kəlamlar sənin üçün nədir? Həyatında müsbət xeyirlər olacaq. Dedi ki, la tərfə hacətəkə illa ilə əhədi sələsə. Kiməsə ağız açmaq istəyənsə, 3 nəfərdən birini ağız aç. 3 nəfərdən biri. Hər adam ağız açma. Kömək istəyirsən 3-dən birindən istə. Kimdən istəyim? 1. İlə zidin. Həqiqi dindara. Zidin. Həqiqi dindar. Belə bir insandan kömək istəyə bilərsən. 2. İndi ola bilər birinin dini yoxdur heç. Belə deyil, namazı yox, ibadəti yox. Muruvvətin. Mərd insanın qapısını döy. Mərdlik olsun. Belə deyək, yaxşılıq eləməsə də, eləyəndə də qeybəl orada, burada adam var, elə görsən, bir dənə yaxşılıq eləyən ki, hər yerdən söhbət çatdı. Orada elədim, burada elədim, bunu elədim. Zumuruvvətin. 3-cü buyurdu ki,
o həsəbin. Elə bir insan ki, əsl nəsəbi var. Və İmam Hüseyin ağa orada da izah verir. Niyə dindar, niyə bu, niyə bu. Və mərd adamı ona görə verir ki, belə deyək, o mərd adam neyləməz. Versə də adam başına vurmaz. Mərdin xüsusiyyəti budur. Mərd yaxşılıq eləyər, neynəyər? Vurmaz adam başı. Dindar neynəyər? Dindar deyir, məsələn, dini qoymaz. Və s. Üçündə izah verirlər. Bu İmam Hüseyin ağanın səxavəti haqqında deyilən bir cümlə idi ki, İmam Hüseyin ağa belə bir şəxsiyyət idi ki, səxavətli idi də. Eyni zamanda şücaəti də ki, Kərbəlada neçə milin qabağında tək dayanaraq mübarizə edir və geriyə addım atmayan bir insandır. Və düşmənin təkbətək mübarizə eləyə bilmirlər. Təkbətək qabağına çıxa bilmirlər. Hərəsi bir tərəfdən axırda kim əlinə yetişir, biri daş atır, biri nizə atır, biri ox atır. Hərə nə istəyir, sanki desən, Elşən Xəzənin beyti var idi da. Kim daşladı, kim oxladı, kim vurdu əmudla. Orduyu cəhalət əlinə məşğələ düşdü. Yəni, hərə kim neynədisə, biri sözlə, biri daşla, İmam Hüseyin ağama tək canına qaldı və sonda yerə də yıxılanda da həqiqətən taqəti yox idi, ona görə yıxıldı. Nəinki, məsələn, bir var insan zəiflik əlaməti olaraq dizlərin qoyar yerə, bir də var taqət yoxdur, düşdüm yerə. Yəni, yoxsa yenə düşmürdü ki yerə. Yenə güc dayanmışdı, möhkəm dayanmışdı. Bir gözü qarşıda, bir gözü xeymələrdə ki. Elə hər dəfə İmam Hüseyin Əsəmi şəhidləri gətirəndə və insanlarla həmən o düşmənin üz-üzə çıxanda yenə də onları tövhidə dəvət edirdi, İslama dəvət edirdi. Bu cür insan, bu cür cəsarətli insan, bu cür mərhəmətli insan. Və hətta sizin sözünüzə qüvvət olaraq son anlarda bir dənə cümlə də işlətdi özünün sağ vaxtında. Dedi ki, əgər dönüş elə söz, bu qədər nə qədər işki görmüsünüz, mən bağışlayaram, Allah da yəni ki, sizi bağışlayar, həqiqətən tövbə elə söz. Baxın, tövbə elə söz, amma tövbə eləmədilər ki. Bəzi adamlar deyir, tövbə eləyər. Bilirsiniz necədir? İnsan bəzi vaxtlar xatamallah alə qulubihim. Allah xətm eləyir. Xətm nədir? Möhür vurmaq. Möhür nə zaman vurulur? Bir kağız təmiz dolandan sonra yazısı, axırda möhürü vurulaq, yəni doldu da. Xatamallah alə qulubihim, yəni bəzi insanlar günahlarla qəlbinə o qədər yazır, bir də nöqtəyə yer qalmır. Onda da deyəsən, ayə var, o haqda üzr istəyirəm, biz onların gözlərinə, qulaqlarına möhür vurduq. Bəli, gözlərində qışa və pərdə var, sonra deyim, xatamallah alə qulubihim, yəni daha möhürü vurdum, bitdi. Tubiyə alə qulubihim. Hə, onlar da tubiyə alə qulubihim idi. Amma yenə də dönüş eləyə bilsəydilər, neyniyərdi? Məsələn, Hür o ərəfədə qayıtdı da, düzdür müharibədən qabaq qayıtdı. Mən müharibənin içində qayıdanlar da oldu. O yer ki, biraz qalmışdı. Məsələn, 2 qardaş oxumuşam ki, qayıtdı. Qayıdış elədi. Döndü, gəldi, İmam Hüseyin ağa o cürünə gördü. Sonradan şəhid də oldular, onlar da şəhid oldular. Belə bir səhnələr var ki, Həzrət İmam Hüseyin ağa haqqında çox danışmaq olar. İndi mən yenə də düşsə, amma burada bu sözü bir dənə də bir kəlmə deyim, sonradan inşallah davam eləyək. Yəni ki, mən sonradan söz versiniz, mən sonradan yenə danışaram. Baxın, orada bir kəlmə ki var, vərəsətul ənbiyadır, alimlər və İmam Hüseyin ağa haqqında irs kəlməsi işlənib. Bir deyirlər, elm irslə gəlir çatır, bir dərslə gəlir çatır. Bir nə deyirlər, elmud dirasə, bir nə deyirlər, elmul virasə. Dərslə elm budur, oxuyuruq. İrslə elm yolu mənəviyyatdan keçir. Onun yolu gecə namazının qunutundan keçir. Onun yolu səcdə elədiyin səccadədən keçər. Oradan hikməti oradan götürərsən. Onun yolu mənəviyyatdan keçir, paklaşmaqdan keçir. O elmul virasə odur. Yəni bunun mənası budur ki, hər birimizdə, içimizdə, belə deyək, qəlbimizdə o Peyğəmbərdən öz tutumumuz qədəri bir irs gəlib çatıb, mənəvi irslər gəlib çatıb. Ona görə bir hədis var, buyurur ki, əgər 40 gün ixlasla yaşasınız, Allah neyniyər? Hikmət çeşməsi qəlbindən dilivə süzülər. Yəni o hikmət çeşməsi hara qayıdır? Kimindir? O çeşmə kimindir ümumiyyətlə? Peyğəmbər buyurur, Ənə mədinətul elm və əliyyum babuha.
O elmin şəhəri mənəm. O elm hansı elmdir? O tövhid olan mərifətdir. Allah olan mərifətdir. O mərifətin şəhəri mənəm. Qapısı Əlidir. Yəni Kövsərin ünvanı buradır. Kövsəri də istəyirsənsə içəsən, oradan qəlbivə də süzülüb. Amma istəyən dilivə süzülsün, onun yolu virasətul elmdir. Dirası lazımdır. Dərs lazımdır. Oxumalısan da, savadlanmalısan da. Amma o dərslə, o elmlə, kəlamla, kəlmə ilə bu qəlbin qəsavətini vura bilməzsən. O daşı yormaq, tatmaq istəsənsə ki, oradan süzülsün dilivə, onun yolu mənəviyyat və ibadət və itaət və gecə ibadətləri və sairdir. Yaxşı. Əslində bu mövzu belə deyək də İmam Hüseyn ağadan gəldik, çatdıq qiyamətə. İkisini dedim, yox içinə deyim. Sizə də təşəkkür edirəm gözəl ilahinizə görə. Allah sizi qorusun. Minnətdaram sizə. 2 dənə qiyamətdən ki danışdıq. Mövzunu İmam Hüseyn ağa ilə əvvəldə bağlamışdıq. Yenə də amma davam edeyim. Dedim, İmam Hüseyn ağa özü də razı qalar. Çünki qiyaməti nə qədər insan anlasa, dünyanı düzgün, dürüst yaşayar. Və hətta yadımda belə bir şey qalıb ki, bir nəfər gəlir İmam Hüseynə sual verir ki, günah eləmək istəyirəm də, mənə bir neyniyim, necə çəkinim? Bir elə də, amma 5 şey elə. O bir dənə hədis yadıma düşdü. Orada bir neçə söz var, o gəlir ölümlə bağlayır. Deyir, məsələndir, mən indi hamısını deməyəcəm. Orada qayıdır, deyir ki, ölüm mələyi canlı almaq istəyəndə vermə. Görsən, ölümə gətirdi. Deyir, onu necə bacaran? Deyir, onda günah eləmədi. Məsələn, belə deyək, elə bir yerə get ki, heç kəs, Allah görmə, heç kəs görməsin sən. Allahın mülkünü tərk edər. Bir dənə dua var, Hacı Elşən yadıma saldı. Keyfə, sənin mülkündən, hakimiyyətindən qaçmağım olar ya Rəbbəl aləmin? Firar mümkün deyil qaçmaqda. Hara getsəm onsuz da eynəmə tuvəllu fəsəmmə vəchullahdır da. Hara getsəm Allahın vəchisidir də. Yəni, bütün bu aləm Allahın təcəllisidir də. Əsmadır da. Hara getsəm onsuz da yenə də onun üzrə keçəm. Yəni, elə bir yer yoxdur ki, orada Allahın təcəllisi olmasın. Elə bir şey olsa, onda yoxdur ora. Yoxluqdur. Varsa orada Allahın təcəllisi vardır. Ona görə qiyamət mövzusunu nə qədər dürüst, düzgün anlaya bilsək, həqiqətən qiyamət mövzusu bizim həyatda düzgün və dürüst yaşamağımıza istiqamət verər. Hədisi mən tam demədim amma sizə. Qiyamət haqqında danışırdım. 2 cür qiyamətdən söhbət gedir. Nəzəri irfanda qiyaməti 5 hissəyə bölürlər. Birinci qiyamət dedimsə, ənfusi, kiçik qiyamət. Yəni, mutu qablən tamutu. Ölməmişdən qabaq ölün. Mənim özümün tələbəçilikdə deyəsən yazdığım ilk hədislərdən biri olub. O vaxt yazmışdım bu hədisi, əzbərləmişdim də. Özümə çox maraqlı gəldi. Düşünərdim bu hədis ki, nə deməkdir mənası. Baxın, bu bir. Buna deyirlər, adı nədir? Ənfusi kiçik qiyamət. Nəsə buyururdunuzsa? Bir də o söz yadıma. Əli Rəsamdan bir hədis var. Deyir, mən doğulduğum gün öldüm. Əli Rəsamdan. Deyir, mən doğulduğum gün öldüm. Maraqlı. Allah sizdən razı olsun. İkinci qiyamət amba-an qiyamətdir. Amba-an. İnsanın kaş bunu başa düşə. Amba-an qiyamətdir. Elə qiyamətin səhnəsindəsən, sən mənim özümün xəbəri yoxdur. İnsan bilmir nə gedir, nə proses gedir sadəcə olaraq. Üçüncü qiyamət, bəli, gəldim çatdım, afaqi kiçik qiyamət. O hansı qiyamətdir? Hədisdə var ki, buyurulur ki, mən matə fəqət qamət qiyamuhu. Qiyamətuhu. Elə ki, öldün, qiyamətin başladı. Bunun adı nədir? Afaqi kiçik qiyamət. Böyük qiyamət qabaqdadır. Bunun adı kiçik qiyamətdir. Elə bilməyin, bu, belə deyək də, o ölümün özü də bir qiyamətdir. Orada da hesab kitablar var. Orada da sorğu suallar var. Düzdür, qiyamətlə qəbrin fərqi bir sənədir. Orada qiyamətin təfsilatı iləndir, genişliyi iləndir. Amma bu qiyamət, belə deyək də, ona yaxın bir qiyamətdir. Amma o deyil də, tam elə o deyil. Bu da bir qiyamətdir. İnsan öləndə fəqət qamət qiyamətuhu. Peyğəmbər yaxşı söz yadıma düşdü. Buyurur, ənnasu nəyamun. Yatıb insanların çoxsu. Ənnasu nəyamun. Nəyam, yatıb insanların çoxsu. Cəmdir. İza matu intəbəhu. Elə ki, öldülər ayılacaqlar. Bu qiyamətdir də. Mən bir dəfə bu hədisi üstündə düşünürdüm. Ənnasu nəyamun. İnsanlar yatıb. Yatanda insan nə görür? Yuxu.
Yəni sanki Peyğəmbər işarə eləmək istəyir ki, bu gördüklərin şöhrət, vəzifə, pul, sərvət, yuxudur ya, bir gün ayılacaqsan. Ən-nasun nəyamun İza matu intəbəhu. İnsanlar yatıb, hədis belə idi də, deməli gördükləri də nədir? Yuxudur da. Yəni bu əlinizdə olan vəzifə, şöhrət və s. və s. bunlara bir yuxu kimi baxın. Bir bax, görəcəksiniz ki, bu yoxdur əlimdə. Hərdən adam yuxuda görür, imkanlaşıb bəzi insanlar mənə daşib. Deyir, görürəm birdən-birə vəziyyətim yaxşıdır. Ayılır yox ki, o deyil. O yuxudur. Bir növ elə bax ki, ilişim qalma yuxularda. Aydındır. Bilmirik bunun yuxu olmasına, yəni anlam. Qəflət deyərdim adına. Bilirsiniz necədir? Baxın, çox təəssüf olsun ki, görürsən qəbirstanlığa gedəndə 1-2 saat adam özündən iynəmir. Ayılır da, bu nədir? Biraz keçəndən sonra ki, dünyanın da axı bir cazibəsi var. Dünyada insanı bir cür yatırdır axı. O ayıqlıq gedir, yuxu gəlir. Yuxu gələn kimi də insan unutur. İnsan çox problemi yuxu. Qəflətdədir. Mən nəsə söz deyim, sizin Rövşən, əzizimiz Kərbəlayı Rövşənin sözünə. Peyğəmbərin adlarından biri nədir? Fəzəkkir innəmə əntə müzəkkir, xatırlat. Xatırlatma nə deməkdir? Yəni bilirsən bunu, yadıma salıram. Peyğəmbər cəhalətdən də oyadardı, bir vəzifəsi budur. Yuallimuhumul kitab vəl-hikmə. Müəllim idi. Amma bir işdə nə idi? Fəzəkkir innəmə əntə müzəkkir. Xatırlatmaqdır. Moizə ki var ha, moizənin özü. Moizə həmişə o deyil ki, bilmədikləri deyirsən qarşıya. Moizədə bir də nə var? Müzəkkirlik var. İndi düzdür, fərqli şəkillərlə danışmaq olar və s. Təkrar adamı yorar da. Amma moizənin bir xüsusiyyəti də budur. Müzəkkirdir. Moizəyə bir dənə tərif belə veriblər. Sən vəsl eləyirsən bəndəni Allaha. Moizə budur. Moizə insanı bağlamalıdır Allaha. İnsanın özünə yox, Allaha. Moizə bu işi budur. Nəsə, çox uzaqlaşmayayım. Gəlim çatım yenə də mövzumuza. Ən-nasun nəyamun, insanlar yatıblar, öləndə ayılacaqlar və yuxudadılar. Amma Peyğəmbər deyir, o hamiyat deyil. Peyğəmbər özü üçün deyir ki, tənamu aynay və la yanamu qəlbi. Gözlərim yatır, amma qəlbim oyaqdır. Mən görürəm. O insanlar ki, ilahi yolda addım atırlar, onlar yatanda da oyaqdılar. Yatanda da oyaqdılar. Peyğəmbər sahabələrinə durardı səhər vaxtı, deyərdi, həl-mi mübəşşirat, müjdə var, necə yuxu görmüsünüz? Yəni, yuxu da yatdığın aləm də bir mədrəsədir, tohiddir, məktəbdir. Orada da bir sənə dərs keçirlər. Şagirdlik elədin, nə öyrəndin orada, nə verdilər, nə tohiddən nə almırsan, gəl danış görək. İnsan var, oyağı ikən yatıb, insan var, yatan ikən oyaqdır. Yaxşı, Peyğəmbər deyir, mənim gözüm yatır, amma nədir? Qəlbim oyaqdır, qəlbim oyaqdır. Düz ya, mən o bəzi insanlar elə hər şey yuxuya çevirir, ondan işim yoxdur ya, yəni elə yuxu ilə yaşamayacaq, o öz yerindədir. Amma tamamilə üstündən xət çəkir, bu da deyil də. Quranda nə qədər ayə var, mövzu olsaydı danışardıq. Xülasə, hətta mövzunu çəkir. Qiyamətin adlarından da biri Quran-ı Kərimdə qəddir. Vəl tənzur nəfsun bimə qəddəmət li qədd. Bax, gör sabaha nə göndərsən. Deməli, əgər qiyamət sabahdırsa, adı sabahdırsa, dünya nədir? Bugündür də. Ariflər söhbət edirlər ki, sabah iki cürdür. Bir gün ortanın sabahıdır, bugün indi gün ortadır, məsələn tutaq ki. Deyirəm sabah. Bir də var, axşamı olur gecə. Deyirəm sabah görüşərik. İki cür gecə var, sabah var. Bir gün ortanın sabahı, bir gecənin sabahı. Deyir ki, ariflər, biz deyəndə qiyamət sabahdır, gün ortanın sabahıdır qiyamət, düz gecənin sabahıdır. Deyir, yox, gecənin sabahıdır. Gecə ilə sabah arasında fasilə daha azdır. Gün orta ilə sabah biraz var da bir saat. Deyir, dünya ilə qiyamət arasında olan fasilə çoxdur ya, çox azdır ya. Uzaq görür bəzi insanlar, çox yaxındır. Nə mənada? O qədər yaxındır ki, bir gecə sabah oldu, yatdın durdun qiyamət. Bir də niyə deyirlər ariflər bu dünyaya gecə? Ona görə deyirlər ki, sanki istəyirlər desinlər ki, dünya zülmətdir, axirət nurani bir yerdir. İşıqlıq oradadır. Bura zülmətdir, qaranlıqdır. İşıqlığı ilə birgə qaranlıqdır. Biz nur görməmişik ki. Başa düşdün?
Bir nəfəri şamı görür, günəşi görməsə deyər nə işıq var burada. Günəşi görəndən sonra deyir bu işıq deyir ki, o hara, bu hara. Nəsə, çıxdaq o mövzudan. Deməli, bir cür qiyamət də var. Onun adı deyirlər afaqi kiçik qiyamət. Mən matə fəqət qamə qiyamətuhu. Bu bir qiyamət də var. Deyirlər afaqi böyük qiyamət. O, hamının, Quranın dediyi qiyamət ki, baş verəcək. Qiyamətin surəsi də var. Yaxşı, la uqsimu biyevmil qiyamə, and olsun qiyamət gününə. Qiyamətin özü haqqında Quranda nə qədər ayələr var, adları haqqında və bəs. Axırıncı da bilirlər, ənfusi böyük qiyamət, o da nədir? Deyir, müvəhhid bir insan bir hala gəlir, çatır ki, qiyamət baş verməmiş o mənada, qiyamət tamamilə onu görməyə başlayır o səhnəni. Baxın, Peyğəmbər Meyraca getdi, deyirlər, cəhənnəmi cənnəti gördü, o nə idi? O, bu mənada qiyamət idi. İnsan bəzi vaxtlar bu həddə gəlir, çatır. Peyğəmbər bir nəfəri gördü, dedi, keyfə əsbəhdə, sübh necə açdın? Dedi, əsbəhdu muqinən, yəqin alında. Dedi, yəqinin nişanəsi. Dedi, Peyğəmbər, kəənni, sanki cənnəti görürəm, sanki cəhənnəmi görürəm, cənnətin neymətlərini görürəm, cəhənnəmin orada cəzalarını görürəm. Dedi, axırda dedi, Peyğəmbər, dedi, istəyirsən deyim, o bəzi yanında olanlar kimlər cənnətdədir, kimlər Peyğəmbər danışma, sakitdiyəm, hər şey danışmaz. Kim idi o səhabə? Səhabələrdən biridir, axırda da bir dua elədi, dedim, Peyğəmbər dedi, məndən nə istəyirsən? Maraqlı söhbət getdi, diyalog gedəndən sonra, nə istəyirsən məndən? Dedi, şəhidlik istəyirəm sonda. Peyğəmbər dua elədi, müharibələrin də şəhid oldu. O, inşallah gələn verilişlərdə baxaram adına. Baxarsan adına lazım. Amma mən sizə bir söz deyim. Orada bir cümlə işlətdi. Dedi, sanki görürəm, kəənni. Bölürlər. Bir kəənnə məqamı var, bir ənnə məqamı var. Kəənnə ilə ənnənin fərqi var. Kəənnə sankidir, ənnə həqiqətəndir. Əleyhissalam deyir, lov kuşifəl qitab məzdətdu yəqinən. Pərdələr çəkilsə, heç nə artmaz yəqinən. Bu innə məqamıdır. Bir məqam da kəənnədir, sanki. Deyərsin, bunun fərqi nədir? Yuxuda görmüşük də müəyyən səhnəni. Adam real elə bir görür. Amma bir də var, ayılıb gedib oranı görəsən. Yuxuda olmayacaq. Yuxudakı kəənnədir, reallıqda ənnədir, innədir. Yəni, istəyirəm deyim, bu məqam dərəcələri var. Bu məqamın nəyi var? Dərəcələri var. Hamı elə bir dərəcədə deyil ki, dərəcə ilə geç. Bu qiyamət 5-cidir. Nəzəri irfanda 5 yerə ki, bölüblər, biri də budur. Ki, insan ənfusi böyük qiyamət ki, müvəhhid bir insan gəlir, yəqin vasitəsilə bir həddə gəlir, çatır ki, ona deyirlər, yəqin həddi də, yəqin həddi gəlir bir həddə çatır ki, o qiyamətin səhnəsini görür. Mən mövzunu gətirəm, İmam Hüseyin ağa ilə bağlayayım, icazə verirsiniz. Bəli. Yəqin nədir? İnsan bir var bilir, bir var görür. Eynul yəqin. Elmul yəqin, həqqul yəqin. Üstünə misal çəkirəm sizə. Baxın. Uzaqdan görsən tüstünü, deyirsən 100 saat orada od yanır. Buna nə deyirlər? Elmul yəqin. Elmlə. Gördün tüstü varsa, tüstü olan yerdə od olar da. Bu elmul yəqindir. Elmlə yəqinə çatdı. Eynul yəqin budur. Gəldim, baxdım, gördüm. Yanır. Bu eynul yəqin. Ocağım. Həqqul yəqin budur. Əlvi vurursan, ora yanırsan, ha, belə. Bu artıq nədir? Həqqul yəqindir. Bu başqa bir şeydir. Həzrəti İbrahimin bir söhbəti var Allahla. Deyir, keyfə tuhyil mot. Ölülərinizi dirilirsən. Deyir, əvvələm tumin, inanmadın. Deyir, yox. Liyətməinnə qəlbi, istəyirəm aramlaşım. Həzrəti İmam Rızadan bir dənə hədis var. Bu sözü amma yadda saxlayın, liyətməinnə qəlbi, istəyirəm qəlbim aramlaşsın. Çünki görəndə nə olur? Aramlaşır insan. Yəqində insan aramlaşar. Deyir ki, İmam Rıza deyir ki, İbrahimin yəqini var idi. İstəyirdi yəqinin yüksək mərhələsinə çatsın. Deməli, İbrahim Allahdan yəqin istəyirdi, o məqamı istəyirdi. Yəqində idi, yəqinin yüksək dərəcələrini istəyirdi. Allah da, baxın ha, mövzu nə maraqlı mövzudur. İbrahim deyir ki, Allah deyir keyf, əvvələm tumin, inanmadın, deyir, yox, liyətməinnə qəlb, mütməin olmaq istəyirəm, aramlaşmaq istəyirəm. Allah nə dedi?
Dedi, özünü öldür. İndi özünü dirilt. İbrahim necə dirildilər ona baxmaq istəmirdi. İbrahim prosesin içinə girmək istəyirdi. Özüm öldürüm, özüm dirildim. Sənin təcəllin olaraq, məzərin olaraq yer üzündə. Allah dedi, göstərəcəm sənə. Bax, belə öldürürlər, belə dirildirlər. Gəldi, o məqama çatdı. Necə ki, Allah İsa Peyğəmbər üçün deyir, Qurandakı təxluqu kəhəyyəti tayrin, o quşu düzəltdin, tənfuhu, üfürdün dirildi. O nə idi? Mən buna inşallah qabaqladım. Ramazan haqqında, Ramazan ayı haqqında tohiddən danışmaq istəyirəm. Nəsib olsa. Allahın muhyi sifətində orada izah vermək istəyirəm. İnşallah orada deyərəm, amma mövzunu gətirib çatdırdıq. Burası qoy tamamlayayım. Orada əziz Allahımız deyir ki, İbrahim dirilt. İbrahim çağırdı, fikir verirsiniz, parçaladı quşları, qoydu dağlara. Ondan sonra neynədir? Çağırdı, quşlar dirildi, gəldi. Bunu İbrahim neynədir? Allahın yer üzündə olan, Allahın muhyi sifətinin təcəllisi oldu yer üzündə. Necə Allah dirildir, bu da dirildir biznillah, Allahın izni ilə. Əslində elə Allah diriltdi. Bunda görsəndi. Biraz gerək tohidi mövzu budur da. Ma rəməytə, iz rəməytə və lakinnəllaha rəmə. Torpağı ki, sən götürdün, attın, sən atmadın, mən attım. Bu tamamladım. Orada nə dedi Allah? İbrahim dedi ki, liyətməinnə qəlbi. İstəyirəm qəlbim mütməin olsun, aramlaşın. Yəni nədir o? Yəqin məqamıdır. Yəqin, o həddə gedib çatıb. İmam Hüseyin haqqında bir dənə ayə var Quranda. Yə əyyətxən nəfsul mütməinnə. Buna bir adam üçün danışıram. Yə əyyətxən nəfsul mütməinnə. Sən mütməinsən. Yəni yəqin həddindəsən. Yəni sən qiyaməti görürsən. Nəinki dünyanın axırına qədər görürsən, dünyanı vurmuşsan, qiyaməti görürsən. İmam Hüseyin ağanın Kərbəlası qiyamətə qədər, qiyamətin özünə qədər hesablanmışdı. Yə əyyətfən nəfsul mutməin, ay mutməin nəfs. İrci'i, qayıt gəl. Qayıt gəl. Qayıt gəl nədir? Qayıt budur ki, Hardansa gəlmişdim də. 4 dənə səfər var. Nəzəri irfanda deyirlər də. 4-cü səfər də, 4 dənə səfər də budur. Düşürsən axırda, insanların əlindən tutursan, aparsan yuxarıya. Deyirlər, məsələn, minəl xəlq iləl xəq. Xəlqdən haqqa gedirsən, oradan gəlirsən, sonra düşürsən ki, insanların əlindən tutub aparıb çatdırasan Allaha. İmam Hüseyin ağa özü gəlib çatmışdı o məqama. Gəlmişdi ki, bəşəriyyətin əlindən tutsun, aparsın, Allaha qovuştursun. Allah İmam Hüseyinə dedi ki, irci, qayıt, ci demədi, gəl demədi. İrci ilə ci'nin fərqi var. Ci budur ki, filan kəs deyən, burada deyəm, gəl bura. İrci budur ki, buradaydın əvvəl, getmirsən ora, indi qayıt gəl bura. Sən mənim yanımdaydın, sən bəşəriyyətin hidayəti üçün düşmüşdün bu dünya adlı məntəqəyə, iş mi gördün? İrci ilə Rəbbi ki, qayıt Rəbbi və tərəf. Raziyətən mərziyyə, sən də məndən razısan. Çünki axırda nə dedi? Yerə ki, yıxıldı, rizəm bi qəzaik, təslimən li əmrik. Mən razıyam səndən. Raziyətən mərziyyə, mən də səndən razıyam. Yəni, yolu mütməyin olmağın yollarla keçir, rizayətdən keçir. Allahdan razı olsun, Allah səndən razı olar, Allah səndən razı olsun. Daha bir məqama gəlib çatırsan ki, Allah özü tutur əlindən aparır, qayıt, gəlir götürür aparır sanki. Ona görə bu bir dənə uca bir məqamdır. Allah axırda nə dedi? Qoy tamamlayayım da aya. Yə əyyətən nəfsul mutməinə irci ilə Rabbiki raziyətən mərdiyyə fədxuli fi ibədi. Sən mənə bəndəmsən. Fədxuli fi ibədi. Sən mənimsən. Elə ki mənimsən, fədxuli cənnəti. Buyur mənim cənnətimə gir. Sən mənə xas bir cənnət var, ora gir ginən. Bu İmam Hüseyin ağa haqqında qiyamətlə gəldik, bağladıq mövzunu ki, Həzrət İmam Hüseyin ağa belə bir şəxsiyyətdir.